Salam uşaqlar, bu gün sizlərlə birlikdə tarixdən 1-4-cü mövzuların C variantını izah eləyəcəm. Gəlin başlayaq. Birdə deyir ki, aşağıda verilən nümunələrdən neçəsi maddi mənbələrə aiddir? Aid etmək olar. Silahları bəli, maddi mənbələrə aid etmək olar. Fərmanlar yazılı mənbələrdir. Dastanlar şifahi mənbələrdir. Tikililəri də bəli etmək olar. Filmlər görüntülü mənbələrdir. Cavabımız B bəndi 2 dənə. 2. Tarixi Azərbaycan torpaqları qərbdə uzanırdı, İrəvana qədər uzanırdı. 5. Qafqaz dağları şimalda, Zanjan və Həmədan cənubda, Dərbənd şimalda, Xəzər dənizdə şərqdə olurdu. İrəvan da dahil olmayan indi Türkiyə torpaqları qərbdə uzanırdı. 3. Doğru cavabı müəyyən edin. Qobustan Azıq mağarasına, yəni deyir ki, Qobustan Azıq mağarasına oxşar cəhəti seçin. Qarabağ bölgəsində yerləşməsi, Qobustan Qarabağ bölgəsində yerləşmir. 1960-cı illərdə Məhəmməd Əli Hüseynov rəhbərliyi ilə Azərbaycan arxeoloqları tərəfindən kəşf edilməsi Azıq mağarasına, qayaüstü rəsmlərdə Qobustan, sakinlərin ovçuluqla məşğul olması hər ikisinə aiddir. UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi isə bu da Qobustana aiddir. İndi keçdik o birisi səhifəyə. Deyir, qədim dövrdən, deyir, sıxıntı olaraq düzgün cavabı müəyyən edin. Qədim dövrdə deyir ki, burada qədim dövr var. Daş, torpağı şumlamaq üçün toxanın ixtira olunması, tuncda da metal alətlərdə istifadə olunması. Bizim üçün daş lazımdır. Daş dövrü. İnsanların bağçılıq, bostançılıqla məşğul olması tunc dövrünə bu çıxdı. Dövlətlər arasında müharibələr zamanı o zaman daş dövründə dövlət yox idi. Əmək alətlərinin yalnız daşdan deyil, yalnız sözü olmur. Burada daşdan, ağac materiallarından və sümükdən hazırlanırdı. Sonra D bəndi. Sənətkarlıq tərəfindən xüsusi sovlarda gil qabların hazırlanması. Bəli, gil qablar daş dövrünün sonlarında hazırlanırdı. Əkinçidə kötanın əcdadı hesab olunan xışdan istifadə olunması da bu da tunc dövrünə aiddir. Bu da çıxır. 5-də hadisə nəticə əlaqələrini müəyyən edin. Hadisə vəhşi təbiətlə üz-üzə qalan insanlarsa qalmaq və qida əldə etmək uğrunda mübarizə aparması, insanların birlikdə icmalarda yaşaması. Bu düzdür. Sonra insanların xış əkinçiliyindən toxa əkinçiliyinə keçməsi, əkin sahələrinin genişlənməsi dedikdə burada insanların toxa əkinçiliyindən xış əkinçiliyinə keçməsi idi. Bu çıxır. Xalqların güclü rəqiblərindən müdafiə olunmaq üçün dağlıq ərazilərdə əlçatmaz yerlərdə məskunlaşmağa məcbur olması, onların sıldırım qayalıqlarda qalalar tikməsi, sədlər qurularaq müdafiə olunmağa çalışması. Bu da düzdür. Qurular müdafiə olmağa çalışıb. 4-də deyir ki, misdən düzəldilən əmək alətləri, sonra insanların əməyinin asanlaşması. Xeyr, misdən düzəldilən əmək alətləri tez sıradan çıxırdı. Ona görə bu da səhvdir. Cavabımız 1-3 olur. Burada da deyir ki, daha möhkəm olması, sonra deyir təsərrüfatın daha inkişaf etməsi. Dəqiqə. Buradan deyir, misdən düzəldilən əmək alətlərinin daha möhkəm olması, insanların əməyinin asanlaşması, təsərrüfatın daha da inkişaf etməsi. Bəli, bu da səhv idi. Cavabımız olur 1-3. Sonra 6. 20-ci əsrin 60-cı illəri, yəni 1960. Biz bilirik ki, 20-ci əsr deyəndə ondan bir çıxırıq, elə yazırıq ili, yəni 1960-da. 1960-da olanda Azıq mağarası yadımıza düşür. Mədəniyyət tarixinə aiddir. Dünya qədim dövrə aid ilk insan məskəninin aşkarlanması.
Sonra B-də deyir ən qədim yaşayış məskəninin salınması olmaz. Salınması qədim dövrdədir. Bizdən isə 1960 istəyir. Sonra deyir Qobustanda qaya üstü təsvirlərinin ilk tədqiqinə başlanması 1930-da həm də Qobustan deyir də burada. Ona görə 1960-da Qobustan yəni tədqiq olunmuyor. 1930-da oldu. D bəndində arxeolog deyir bir dəqiqə. Bəli, burada da sonra deyir ki, D bəndində arxeolog Məhəmməd Hüseynin rəhbərlik etdiyi arxeolog Məhəmməd Hüseynovun rəhbərlik etdiyi ekspedisiyanın Azıq mağarasında ayırmaq arasında insanın alt çənə sümüyünün aşkarlanması. Bəli, bu düzdür. Sonra da deyir arxeoloji elminin əsasının qoyulması səhvdir. 7-də uyğunluq pozulmuşdur. İqlim dəyişiklikləri, təbii fəlakətlər və müharibələr insanları yaşayış üçün daha əlverişli yerlər açmağa məcbur edən köç səbəblərindəndir. Bəli, bu düzdür. İqlim dəyişiklikləri, təbii fəlakətlər, müharibələr daha əlverişli yer axtarmağa məcbur edir. Köç səbəblərindəndir. B-də iqlim dəyişiklikləri deyir ki, iqlim dəyişiklikləri dedikdə quraqlıq, zəlzələ, sel, daşqın. Bəli, daha doğrusu yox, bu səhvdir. İqlim dəyişiklikləri soyuqlaşma, buzlaşmadır. Burada isə zəlzələ, sel, daşqın təbii fəlakətlərdir. Bunu götürürük. C bəndində oturaq həyata keçən insanlar əkin sahələrini, otlaqları əsasən sənətkar və tazələn yaşayan şəhərləri qorumağa başladılar. Bəli, bu düzdür. İnsanların tayfalarda, tayfa ittifaqlarına birləşmələr nəticəsində ortaq dil formalaşır, ortaq adət-ənənələr meydana gəlirdi. Bəli, bu da düzdür. Qədim türklər vətənə yurt deyirdilər. Bəli, çünki insanın böyüyüb başa çatdığı yer onun doğma yurdudur da, doğma vətəni yurdudur. Buna görə bu da düzdür. Cavab B, uyğunluq pozulubdur. Sonra deyir 8-də Azıq mağarasının yerləşdiyi ərazini xəritədən müəyyən edin. İndi o birisi səhifəyə keçək. Bəli, Azıq mağarası bilirik ki, Xocavənd rayonunda yerləşir. Bir Bakıdır, bir dəqiqə. Bəli, 1 Bakıdır çıxır, 2 Şamaxıdır çıxır, 5 Şəkidir çıxır, 4 Daşkəsəndir. Daha doğrusu ora başqa yer idi, ora Grand Boy'dur deyəsən. 3 isə Xocavənddir, 3 olur. Cavabımız C bəndi. Sonra daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Daş və sümükdən hazırlanmış əmək alətlərindən istifadə edilməsi. Bəli, bunu götürürük. Xoş əşitçilik meydana gəlməsi Tunc dövrü, bağçılıq, bostançılıq, üzümçülük kimi yeni təsərrüfat sahələrinin yaranması bu səhvdir, Tunc dövrünə aiddir. Kil qabların hazırlanması, bəli, bunu götürürük. Əmək alətlərinin təkmilləşməsi hər dövrə aid olduğu üçün bunu da götürürük. Cavabımız olur 1, 2, daha doğrusu 4 və 5. Sonra 10-da uyğunluğu müəyyən edin. Yazılı mənbələrə, yazaq bura. Yazılı mənbələrə aiddir daş kitabələr, pullar, yəni A, Y. Sonra bu qədər. Sonra 2-də olur görüntülü mənbələr. Burada olacaq B, sənədli filmlər. Sonra görüntülü mənbələrə də başqa aid olunmur. 3-ə də deyir şifahi mənbələr, bayatlar olacaq. Buna da D olmur heç birinə. Qalalar maddi mənbələrdir. Burada da maddi mənbələr verməyib. Ona görə bu çıxır.
Bu qədər idi. C variantını da izah etdim. D variantını o birisi dərsdə izah edəcəm. Sağ olun. Kanala like atıp abone olmağı unutmayın.